İşğaldan azad olunan ərazilərdə yaşayan sakinlərin tibbi müayinələri Böyük Qayıdış proqramı çərçivəsində davam etdirilir. Növbəti aksiya Ağdərədə keçirilib. Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının həkim briqadası bu rayona qayıdan sakinləri müayinə edib. Aksiya çərçivəsində 100-ə yaxın vətəndaşa stomatoloji xidmət göstərilib. Əhalini qəbul edirik, müayinədən keçirdirik, müalicə edirik, hər cürə müalicə, terapevtik müalicə, ortopedik müalicə, cərrahiyyə müalicə. Əsas məqsəd də nədir? Maarifləndirmə işlər ilk növbədə. Məqsəd nədir? Yəni, erkən diaqnostika, hansısa xəstəliklərin vaxtında diaqnostikası bunun gələcəkdə daha böyük problemi böyütmənin qarşısını alır. Sağ olsunlar, həkimlərimiz gəldilər, bizlərlə maraqlandılar, yoxladılar, müəyyən müayinələr olundu. Çox sağ olsunlar, köməklik göstərdilər. Dişimdə yüngül bir karies var idi. Çox tez, rahat bir şəkildə aradan qaldırdılar. Çox sağ olsunlar.